Azərbaycan Dövlət Aqrar Universitetinin gənc əməkdaşı vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Beynəlxalq Əlaqələr və Əcnəbi Tələbələrlə İş üzrə şöbəsinin mütəxəssisi Natəvan Quliyeva dünyasını dəyişib. Məlumata görə bir müddət öncə onun səhhətində ciddi problem yaranıbmış. Daxili qoşunların ehtiyatda olan hərbiçisi də vəfat edib. Müharibə veteranı, ehtiyatda olan polkovnik leytenant Soltan Mahmudov Gəncədə dünyasını dəyişib. Soltan Mahmudov daxili qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət göstərib. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində ən yaxın xilas etmə məntəqəsindən 1 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Bildirilib ki, Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə xidmətinin dalğıc xilas ediciləri dərhal axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıcılar tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Ümid Taməddinoğlunun meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu az öncə məlumat yayıb. Qeyd olunub ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin gücü 3,2 bal olub. Yeraltı təkan ocağı 20 km dərinlikdə yerləşib. Zəlzələ demək olar ki, hiss olunmayıb. Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib. Hadisə ötən gün saat 22 radələrində qeydə alınıb. Belə ki, Fərhad Qürbətli idarə etdiyi Mercedes markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyyibov və 28 yaşlı Şahin Tahirov vurub. Nəticədə Teyyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Goranboy rayonunun Qaramusalı kəndində şəhid anası vəfat edib. Belə ki, şəhid Rüstəmov Qurban Tofiqoğlu'nun anası Rüstəmova Qumru Oruç qızı dünyasını dəyişib. Mərhum kənd qəbirstanlığında dəfn olunub. Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiqoğlu 1-ci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Allah hər ikisinə rəhmət eləsin. Amin.